Ayrılmısınız və ya arada inciklik, küslük var, danışmırsınız, susqunluq var. Gəl baxaq, addım atacaqmı, sənə qarşı hansı enerjidədir, nə qərar verəcək? Gəl buna baxaq. Fikrindəki insan hazırda özü hansı enerjidədir? Sənə qarşı hansı enerjidədir? Və hissləri nədir sənə? Gəl buna baxaq. Özü hansı enerjidədir? Özü bu dəqiqə hazırda ola bilsin həyatını, maddi durumunu, işini, hər nəyəsə stabilləşdirməyə çalışır. Yəni belə deyək də, hansısa bir məsələni həll eləməyə çalışır. Burada ailə məsələsi də ola bilər. Burada bir qadınla əlaqədar və ya ola bilsin səni də düşünə bilər. Səndən əlaqədar münasibəti həll eləməyə çalışır. Fikirləri qarışıqdır bu dəqiqə bu insanın. Qarışıq enerjidədir. Okey, sənə qarşı hansı enerjidədir? Əslində sənə qarşı münasibətdə özgüvən var. Ya sənin ona sevginə, ya onun sənə sevgisinə özgüvən var, yəni sənə qarşı bu dəqiqə və əmindir, yəni bu bitirməyibdir. Bu əmindir ki, münasibət düzələcək və düzəldəcək. Okey. Sənə qarşı hissləri nədir? Hissləri burada hər bir şey var. Həm stabil yanaşır, həm duyğu ilə yanaşır, həm istəklə yanaşır. Ola bilsin, bəlkə də üçlü münasibətdir, yəni ona çox açmayım. Sənə qarşı burada sevgisi də var, istəyi də var, belə deyim də, inamı da var, güvəni də var və addım atmaq istəyir. Məncə addım atmaq istəyir. Gəl baxaq. Niyə sənə addım atmır? Gəl belə baxaq. Niyə susqundur? Niyə sənə addım atmır? Niyə sənə qarşı susqun davranır? Niyə addım atmır? Səbəb nədir? Gərgindir, hardan başlayacağını bilmir, necə addım atacağını bilmir və sanki elə bil ki, bu gərginliyin, bu soyuqluğun aradan qalxmağını gözləyir. Sanki özünə biraz zaman veribdir. Elə bil ki, ya da ki, deyir ki, bu dəqiqə hansısa problemlər var, onu həll eləyim, sonradan addım atacağam. Əslində fikrində tutubdur sənə addım atmağı. Gəl baxaq, sənə addım atmağı düşünürmü ümumiyyətlə? Sənə addım atmağı düşünürmü? Düşünür əlbəttə ki, sənə addım atmağı, münasibəti düzəltməyi, münasibəti stabilləşdirməyi. Okey. Gəl baxaq, addım atacaqmı sənə? Addım atacaqmı? Sənə doğru addım atacaqmı? Sənə doğru addım atacaqmı? Addımı var bir vaxt içində, bir günə, birli tarixlərdə addımı ola bilər və yaxud da ki, bir gün, bir saat da ola bilər. Biraz tezdir çünki maksimum, ən maksimum 7 vaxt, 7 gün ola bilər, 7-li tarixlər. Məsələn, indi ayın neçəsidir? Məsələn, 27-si, 7-si, 17-si, 27-si, 7-li tarixlərdə. Belə bir addım var. Çünki münasibəti bərpa etməyə, düzəltməyə istəyir. İstəyi var, ehtirası var və qorxusu var. Gəl baxaq yenə də. Səni itirməkdən qorxurmu? Bəs münasibətinizdə səni itirməkdən qorxurmu? Səni itirməkdən qorxurmu? Əslində səndən əmindir. Sənin ona xəyanət etməyəcəyindən, sənin nə bilim itirməyəcəyindən əmindir. Çox rahatlaşdırmısan onu, çox rahatlamısan onu. Bax, belə bir şey var. Amma bəli, dərində qorxusu var ki, məsələn, biraz da məsafə uzansa, artıq tam olaraq onu itirə bilərəm, sonra heç bir şəkildə bərpa eləyə bilmərəm. Belə bir qorxusu var. Okey, gəl baxaq, bəs sənə nə cür addım atacaq? Bəs sənə nə cür addım atacaq? Sənə nə cür addım atacaq? Addım atacağı çıxır. Bu sıxıntılı dövrü, bu ədalətsizliyi, bu problemi aradan qaldırmaq istəyəcək. Yəni, belə deyim də, sanki elə bil ki, heç belə bir soyuq davranan bu olmayıbdı. Elə bil ki, bu ədalətsizlik eləyən bu olmayıbdı və yaxud da ki, elə bil ki, bu davranışlar olmayıbdı da aramızda. Yəni, belə bir addım atmağa çalışacaq. Hardan başlayacağını bilmir. Baxıram. Yaxın vaxt ərzində, yaxın vaxtı sən özün təyin edirsən də, yaxın vaxt ola bilər, bir gün yaxın vaxt ola bilər, bir həftə, bir ay. Sən özün təyin edirsən, amma belə baxaq ki, yaxın 3 gün içində sənə addım atacaqmı? Addım var.
addımı var. 3 günə, 3 vaxta, biraz da uzun olsa, tutaq ki 3 həftə, 3 vaxt içində bu insandan addım var. Nə cür addım atacaq sənə? Sənə nə cür addım atacaq? Sənə nə cür addım atacaq? Nə cür addım atacaq? Sanki elə bil ki, münasibəti stabilləşdirmək üçün yazı şəklində ola bilər, mesaj şəklində ola bilər. Elə bil bu məsafəni aradan qaldırmaq üçün addımı var. Görüş də var, yəni görüş istəyi də var. Bəlkə də görsə ki, danışmırsan, görüşə də bilər. Çünki əslində qorxur, münasibəti bitirmək istəmir. Gəl baxaq yenə də münasibətinizi özü bərpa eləyəcəkmi? Özü münasibəti bərpa eləyəcəkmi? Əslində bu bir müddət belə askılı vəziyyətdə qala bilər. Çünki onu çox əmin eləmirsən ki, heç yerə getmərsən, heç bir şey olmaz. Amma uca görəndə ki, yox, yəni bu söhbət çox uzanır və çalışacaq münasibəti bərpa eləməyə. Təkrardan danışıq lazımdırsa danışıq, görüş lazımdırsa görüş, münasibətinizi bərpa eləməyə çalışacaq. Sənin soyuqluğunla əlaqədar olacaq. Münasibətiniz bərpa olacaqmı? Aranızda barışıq, təkrardan birlikdəlik olacaqmı? Bəli, münasibətinizdə barışıq, təkrardan birlikdəlik olacaq. 4 vaxt içində, 4 gün, 4 həftə, 4 il tarixlərdə aldım, qəbul edim. Yaz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.